Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme əccil vəliyyəkəl fərəc. Məkasib kitabında qeybət bölümündən 43-cü dərsi oxuyuruq. Qeyd olundu ki, neçə yerdə qeybət eləmək icazəlidir. Axırıncı dərsimizdə oxuduq ki, məzlum zalimin qeybətini eləyə bilər. Buna neçə dənə dəlil var idi. Xüsusilə mərhum şeyx 2 dənə ayə oxudu bu barədə və başqa əqli və nəqli dəlillərimiz də mövcuddur. Və dəlillərdən biri də Nəbəvi rivayətdə deyilir ki, "Lisahibil haqq məqalun və fin Nəbəvi lisahibil haqq məqalun." O Nəbəvidə belə bir ibarət var, "Lisahibil haqq məqalun." Haqq sahibi üçün danışmaq var. Yəni, hər bir söz deyə bilər. Əgər bir nəfərin haqqı varsa, o hər bir söz deyə bilər. Burada da zalim ki, məzluma zülm eləyib, bu məzlumun haqqı var zalimin boynunda. Bəs onun dalıca söz deyə bilər, qeybət eləyə bilər. وَالظَّاهِرُ مِنْ جَمِيعِ مَا ذُكِرَ عَدَمُ تَقْیِیدُ جَوَازُ الْغِیبَةِ بِکَوْنِهَا عِنْدَ مَنْ یُرْجَى إِزَالَةُ الظُّلْمِ عَنْهُ. Mərhum şeyx buyurur, bu dediyimiz dəlillərin hamısından zahir belədir ki, yəni burada qeyd olunmayıb ki, məzlum o yerdə qeybət eləsin ki, ehtimal verir ki, zalimdən zülm aradan gedər. Yəni bir dəfə budur ki, deyək ki, məzlum o yerdə, o şəxsin yanında qeybət eləyə bilər ki, ümidi var ki, bu qeybət eləməklə zalimdən zülm gedər. Bir dəfə də budur ki, fərqi yoxdur. Bu ehtimalı versin, ya verməsin. Hər hansı şəxsin yanında məzlum, zalimin qeybətini eləyə bilər. Mərhum da şeyx onu buyurur ki, zahirdə budur ki, bu oxuduğumuz dəlillərin zahiri budur ki, heç birində qeyd olunmayıb ki, məzlum o şəxsin yanında qeybət eləsin ki, ehtimal verir, ümidi budur ki, mən bu qeybət eləməklə zalimdən zülm gedər, yəni zalim islah olunar. Qəvvahu bəzul əsatin, bəzi ustadlar da bu sözü qüvvətli hesablayıblar. Bu sözü düz söz hesablayıblar. Xilafən li kaşifir reybə və cəm'un mimmən təəxxərə ənhu. Və lakin bu söz mərhum Şəhid Saninin kitabı var, Kaşiful Qeybə, Kaşiful Reybə. Oradakı sözü ilə müxalifdir və Şəhid Sanidən sonra gələn bir dəstə uləma ilə bu söz müxalifdir. Yəni Şəhid Sani Kaşiful Reybədə və ondan sonra bir dəstə uləma ki gəlib, onlar buyururlar ki, məzlum yalnız o şəxsin yanında qeybət eləyə bilər ki, yəni zalimin qeybətini eləyə bilər ki, ümidi budur ki, bu qeybət eləməklə
Zalimdən zülm aradan gedər, zalim islah olunar. فَيُقَيِّدُوهُ اِقْتِصَارًا فِي مُخَالِفَةِ الْأَصْلِ عَلَى الْمُتَيَقِّنِ مِنَ الْأَدِلَّةِ. Onlar qeyd ediblər. Deyiblər ki, ümumiyyətlə qeybət eləmək əsllə müxalifdir. Yəni əsl budur ki, müsəlmanın qeybətini eləmək olmaz. Qaidə bunu təqaza edir. Qaidə bunu istəyir ki, bir şəxs ki müsəlmandır, onun qeybətini eləmək olmaz. Yalnız və yalnız o ədillə ki bizə o yeri icazə verib ki, orada qeybət eləyə bilək, ancaq ora kifayətlənərik. O da haradır? O da o yerdir ki, deyərik ki, məzlum zalimin qeybətini eləyə bilər. Yalnız o yerdə ki, ehtimal verilir, ümidi var ki, mən bu qeybət eləməklə zalimi islah eləmiş oluram. Zalimdən zülm aradan gedir. فَقَيَّدُوهُ اِقْتِصَارًا. Bunlar kifayətləniblər fi müxalifətil əsl. O yerdə ki, əsllə müxalifdir. Əsllə müxalif olmaq nədir? Yəni, qeybət eləmək. Əsl budur ki, qeybət eləməyəsən. Ələl mutayaqqan minəl ədillə. Yalnız o yerə kifayətlənirik ki, orada yəqinimiz var, ədillə, dəlillər bizə deyir ki, siz burada qeybət eləyə biləsiniz. O da o yerdir ki, dediyimiz kimi, məzlum bilir ki, burada qeybət eləsən bu şəxsin yanında, zalimin zülmü ondan gedər. Nəyə görə belə deyir? Buyurur, lə'ədəmi umum fil ayə. O 2 dənə ayə ki, oxuduq ki, zalim məzlumun qeybətini eləyə bilər, o ayədə ümumiyyət yoxdur. Yəni, ayə məqamı bəyanda deyil. Ayələrin biri bu idi ki, Bismillah və limən intəsərə bə'də zulmihi. Və 2-ci ayə, la yuhibbullahul cəhrə bisu minəl qol. Bunların ümumiyyəti yoxdur. Deyək ki, bu hər yerə şamildir. Deyirik, bunlar o yeri deyir ki, orada bizə icazə verilir qeybət eləmək. O yerdə dediyimiz kimi o yerdir ki, ümid eləyəsən ki, burada qeybət eləməklə mən zülmü zalimdən uzaqlaşdırıram. Lə'ədəmi umum fil ayə və ədəmi nuhuzi ma təqəddəmə fi təfsiriha lil hücciyyə. Çünki 2 dənə bu ayələri oxuduq və digərdə təfsir-i Qummi və təfsir-i Əyyaşidə rivayətlər oxuduq. Buyurur, o rivayətlərin də burada bunun ümumi olmağına hücciyyəti yoxdur. Vaxtı ki, hücciyyəti yoxdur, ayələr də məqam-ı bəyanda deyil, ümumiyyəti bildirmir. Bəs biz yalnız və yalnız o yerə kifayətlənərik ki, orada yəqinimiz var. O da o yerdir ki, məzlum zalimin qeybətini eləsin və ümidi budur ki, bu qeybət eləməklə zülmü zalimdən uzaqlaşdırır. Mə ənəl mərvi ənil İmamul Baqir əleyhissalam fi təfsiriha əl-məhki əm-məcməul bəyan. Buyurur, bununla belə o rivayət ki, İmam Baqir əleyhissalamdan rivayət olunur. Bu ayənin təfsirində özdə hekayət olunur Məcmuul Bəyanda. O budur, ənəhu la yuhibbullahul şətmə fil intisar. Allah sevmir intiqam alanda şətmi. Ayədə su idi, burada suyu şətm mənasında, yəni su kəlməsini şətm mənasında elib. Ənəhu la yuhibbullahul şətmə fil intisar. Allah sevmir şətmi, yəni pis söz deməyi, qeybət eləməyi, intiqam alanda, illa mən zulmə. Yalnız o yerdə Allah sevir ki, o şəxs məzlum ola, fəla bə'sə ləhu, bəs o məzluma eybi yoxdur ki, ən yəntəsirə mimmən zələməhu, intiqam alsın o şəxsdən ki, ona zülm eləyib, bima yəcuzul intisar bihi fiddin. Elə yolundan intiqam alsın ki,
bilsin ki, dinimizdə bu yolla intiqam almaq icazəlidir. Qalə fi kitabil məzkur və həmən kitabda yenə də deyibdir və nəziruhu bu ayənidir. Bunların mislindədir ki, Allah buyurur, fəntəsiru min bə'di ma zulimu. Bəs intiqam alın, sizə onlara zülm olunandan sonra. Bəs burada da İmam Baqirdən sərahətən rivayət var. Bəs elə hər şəxsin dalıca hər yerdə danışmaq icazəli deyil. Bəlkə o şəxs ki məzlumdur və orada icazə var ona qeybət eləsin. O da o yerdir ki, biləsən ki, məzlum bilsin ki, burada bu qeybət eləməklə o zülmü zalimdən dəf eləyir, uzaq eləyir. Yəni, zalimin zülmünü saxlayır. Bəs bu dəlillər bunu yetirir ki, hər yerdə qeybət eləmək icazəli deyil. Məzlum olduğu təqdirdə də gərək o yerdə qeybət eləyəsən ki, biləsən ki, burada mənim qeybət eləməyim səbəb olur o zalim zülmündən əl çəksin, o zalim zülmündən əl götürsün. Hələlik, yəni burada Şəhid-i Saninin və Şəhid-i Sanidən sonra bir dəstə üləma ki, onlar belə qeyd vurublar, onların sözünü oxuyuruq. İnşallah gələn dərsimizdə də hələ bunun davamı olacaq. Elhamdülillah Rabbil aləmin.